Uşaqlar, biz bugün sizlə biyonika elmi haqqında danışdıq. Biyonika elminin nailiyyətlərindən danışdıq. Biyonika elminin insanlara faydalarından danışdıq. İndi istəyirəm ümumi baxaq görək bugün nə öyrəndik. Bugün biz nə öyrəndik? Yox. Ay dostlar. Bugün biz nə öyrəndik? Uşaqlar, hər kəs öyrəndiklərindən bir cümlə ilə nəyisə ifadə edə bilər. Kimdən soruşaq? Buyur. Biyonika elminin nə olduğunu öyrəndik. Biyonika nə oldu uşaqlar? Biyonika nə deməkdir? Biyonika nə deməkdir? Biyonika nə oldu? Deyə bilərsiniz. Sakit. Aha. Biyonika nə oldu? Canlılardan ilhamlanaraq fərqli qurğular, texniki vasitələr, nizam vasitələri, nəqliyyat vasitələri, texniki vasitələri insanlar tərəfindən icad edilməsi haqqında verilmiş. Başqa nə öyrəndiniz Ayşə? Buyur. Bir də bir. Təbiətdəki formalar dizayn və texnologiyalarda istifadə olunur. Başqa nə öyrəndiniz? Şimdi ya. Biz təbiətdən ilhamlanarak yeni ideyalar kəşf etdik və rəsmlər sayılır. Aha, düzdür. Şəkilləriniz burada qəşəngdir. Bir də ki, bölgənin vacibləri həyatımızdakı mühüm rolunu öyrəndik ki, insan bədənlərinin, insanlarda və heyvanların qanunları qərar olaraq istedikləri həyatımızda kömək. Başqa kimsə fikri var? Bugün öyrəndiklərimiz var. İnsanlar insanı yaranarkən təbiətdən ilhamlanır. Bəli, təbiətdən ilhamlanır. Kimsə fikri var? Aha, yarasadan ilhamlanaraq radar istehsal olduğunu öyrəndik. Uşaqlar, əslində biz bugün təbiət texnologiyanın inkişafı üçün, necə bir ilham mənbəyi olduğunu öyrəndik. Əslində, təbiətdə bizim öyrənəcəyimiz çox şeylər var. Biz bugün bütün bunların hamısının fərqində olduq. Və bir müəllim kimi onu deyə bilərəm ki, əslində təbiət ilə özü insanlar üçün ən böyük müəllimdir. Keçək. İndi gəlin qiymətləndirmə aparaq. Bugün biz fərqli suallara cavab verdik, öz işlərimizi təqdim elədik. İndi istəyirəm ki, bir-birimizi qiymətləndirək və baxaq görək ki, bizim işlərimiz necə nəticələndi. Burada görsənizdə yazmaq üçün demək, ideya qrupu, sonra dizayn qrupu, sonra təbiət qrupu. Birinci ideya qrupunu dəyərləndirəcəyik. Uşaqlar, bir sizdən də soruşacağım. Maksimum 5 balla dəyərləndirirsiniz, minimum 1 bal. Ona uyğun olaraq mən sizə burada suallar verəcəm. Tapşırığa verilən cavabın düzgünlüyünə görə ideya qrupunu neçə balla dəyərləndirirsiniz? Neçə balla? 5 balla siz? 4 bal. Tamam. Sonra fikrini sərbəst və ardıcıl ifadə etməsinə görə necə qiymətləndirirsiniz? 4. Sonra təqdimatını necə təqdim elədiyinə görə 5. Və son olaraq qrupda fəallıq və əməkdaşlıq necə görünür? 5. Tamam. Ümumi topluyu deyərsiniz. Dizayn qrupunu qiymətləndirək. Dizayn qrupunu tapşırığa verilən cavablarını düzəldir. 5. Tamam. Sonra fikrini sərbəst və ardıcıl ifadə etmək. 4. Tamam. Təqdimatı necə təqdim etdilər? 4. Və qrupda fəallıq və əməkdaşlıq necə gəlir? 5-4. Ballarınızı hesablayın.
deyil, sonunda mənə deyər. Təbiət qrupunu qiymətləndirək. 5, 5. Tapşırığa verilən cavabı düzgünlük. Böyle 5'te biz tamam. Şimdi sərbəst fərqli ifadə etmə. 4, 4, 3. Təqdimat. 5, 5. Qrupda fəallıq və əməkdaşlıq. 5. Sərbi gəldi. 4, 5. 5. Balınızı hesablayın deyin. Fəallığınıza görə mən də sizə bal vermək istəyirəm. Əslində mən ümumi ayırmaq istəmirəm. İçində də 5 bal verirəm. Toplam ballarınızı topladınız. Hər kəsin sağlığı desin. 42 yazın. Mən bir bala bir yerdə. 42 bal. Dizayn qrupu neçə oldu balınız? Neçə? Hesabladınız dizayn qrupu balınızı. 5. Sizin de balınızı neçə oldu?